Bunlar 2000'de açamışsınlar. Aş Veysel'de Türkçe yemekler. Sağ ol. Cibim var olsun. Dolman. Ne dayandı? Hemen çekilişi. Gel, hoş hemeşerim. Allah Teala biz de bu ile yurda bizi bu elden kubadan Allah elimiz olmamızı var eylesin. Devletimizi, erşehderimizi, Allah şehitlerimize de rahmet eylesin. Kırak çekten olanlara dönüşen bayrak. Cabramısın yani.
Gelin yakına. Bayraklılar kesin belə. Kaldım yukarı. Aziz elimiz, obamız, cemaatimiz. Her birinizi bu güzel mekanda, doğma yurdumuzda, doğma kentimizde hoş gördük. Her biriniz hoş gelmişsiniz. Qədəmlərimiz uğurlu olsun. Yolumuz açık olsun. Elimizde, obamızda bir qayda var idi. Ulularımız, babalarımız, Oğuzlar belə bir adete sahibidiler. Bir tonqal qalananda eli, obanı toya, müsata çağırardılar. İki tonqal qalananda vətən təhlükədə olduğunu, yurt təhlükədə olduğunu Oğuz igidlərinə xəbər verərdilər. Üç tonqal qalananda eli, obanı birliyə, bütövliyə qurup yaratmağa səsləyirdiler. Qurup yaratmağa başlayırıq. Üç tonqalımız qalanacaq. Yanar tonqalımız əbədi olsun. Tonqalımız əbədi yanar olsun. Vətən sənin torpağının qudratına qurban olun. Babəkinin, Koroğlunun qeyrətinə qurban olun. Qurban olun, haqqın yolun. Bir sahibsiz şair olun. Tarih dolu, dünya dolu. Şöhrətinə qurban olun. Dəfine var dənizində. Her dağında, her düzünde neyi yoktur yeryüzünde. Servetine kurban olun. Yaz arzulu, yaz dilekli, tut şörehli, tut şörehli, könlüm değer dağ rəhli, milletine kurban olun. Kendimizin her tarafından görünen Əliyer yolunda üç tonqalımız qalanır. Ocaklarımız sönməsin, bulaklarımız qurumasın, suyumuz əbədi akar olsun. Boyatak, var olaq, yaşayaq, uğraq, yaradaq. Çok güzel, çok möhtəşəm görüntülərdir. Ve bu bir daha gösterir ki, biz varıq. Biz bu yere, bu yurda, bu doğma yurt yerlerimize mütləq dönəcəyik. Allah Ali Baş Komandamızı korusun, var eylesin. Kuvvetli Azerbaycan ordusu da eşk olsun. Çok sağ ol vətən, əvət yolun var olsun. Beş yıl bundan qabaq bizə xəyal olanlar
arzumuzda, istəyimizdə olanlar bugün gerçəkləşir. Elimizi, obamızı yurda səsləyirik. Torpağımıza, elimizə, obamıza səsləyirik. Tonlallarla qrup yaratmağa səsləyirik. Şıltaqlığı da bize mani olmadı. Elimize okta yanış yağır, dur yağır. Keçək əyləşək, buyurun. Əziz tədbir iştirakçıları, əziz həmkəndlilər, əziz qonaqlar, hər birinizi bu fərqli bir av-havada, gözəl bir məkanda, bizə əziz doğma olan kəndimizdə xoş gördük. Hər birinizi salamlayırıq, hər birinizə, elimizə, obamıza xoş gəlmişsiniz deyirik və arzuluyuruq ki, bu qədəmlərimiz əlbəttə uğurlu olsun və bizim burada nəsillərimiz əbədi yaşar olsun. İnşallah o cürdə olacaqdır. Kəndimizə qayıdırıq adlı bugün geniş tədbirimiz həyata keçirildi. Şəhidlərimizin xatirəsi yad edildi, məzarları ziyarət edildi və mən Kəndimizə qayıdırıq adlı el şənliyini, tədbirimizi açıq elan edirəm.
Şenlik olur. Arada berada belki. Arada berada. Əziz məclis iştirakçıları, əziz qonaqlarımız, bugün bura cəm olmaq əlbəttə ki, özünüz də bilirsiniz ki, müəyyən çətinliklərlə qarşılaşaraq, Allah əlbəttə kömək edənlərə can sağlığı versin, rəhbər heyətdən üzü, kənd sakinlərinə qədər demək olar ki, hər kəs bu işin həllində öz dəstəyini göstərdi. Yəni bir adamın, iki adamın görüləcəyi iş deyil. Bu elin, obanın birlikdə təşkil elədiyi bir məclisdir və mən burada hər bir kəsə, əziyyəti, zəhməti olan hər bir kəsə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Allah hər bir o belə deyək də pay qoyan, o payımızın üstünə pay yükləyən hər bir kəsə can sağlığı versin. Allah xoş günlər, gözəl günlər nəsib edəsin. Yəni burada mən biraz ünvanlı desəm, biraz ola bilər kimsə inciyər. Yəni burada hamının əziyyəti var, hamının zəhməti var. Əlbəttə Mağarın özünün bura gəlməsi, İlqar qardaşımızın sayəsində gəlibdi bura. Generatoru bir nəfər gətirib, Ramin gətiribdi, yəni Şıxəli gətiribdi. Sonra burada bu süfrənin təşkil olunmasında əziyyəti, zəhməti olanlar var, özünüz görürsünüz, kimlərdir. Əlbəttə musiqi heyətini, kollektivi bura gətirən Vətən qardaşımız, əsl sənətkar, əsl musiqi adamı olan ifaçılarımız, gözəl musiqi bilicilərimiz bu məclisdədir və mən onları da salamlayıram. Onların da böyük əziyyəti, zəhməti var. Yəni hər bir xırda işdən böyük işə qədər, burada xırda iş yoxdur. Demək olar ki, görülən işlərin hamısı böyük işlərdir. Bu başlanğıçdır, ilkdir. Mən hesab edirəm ki, bundan sonra bu davamlı olacaq və burada görəcəyimiz işlərimiz çoxdur və planlı şəkildə, ardıcıl şəkildə onları yerinə yetirəcəyik. Ədalət də xoş gəlibdir. Salamlayırıq. Məclisimizi biraz çox yığıncaq tempində aparmayacağıq. Yəni ona görə də kimin ürək sözü olsa yerlərdə mikrofonu verərik. Kimsə arada ürək sözləri deyir, qıssa. Yəni çalışaq ki, burada uşaqlar gəlib, qadınlar gəlib, cəm olmuşuq. Burada bir şənlənək, oynayaq. Əhval-ruhiyyəmiz yüksəkdir, bundan da yüksək olsun. Zakir müəllim, Elçin müəllim fikirlərini desinlər, bir neçə kəlmə. Ondan sonra məclisimiz öz axarı ilə geçsin inşallah. Çox sağ ol Hidayət müəllim. Mən bir daha kənd cəmaatına bugünkü bu yekdilliyə görə, birliyə görə minnətdarlığımı bildirirəm və qürur hissi keçirirəm ki, bugün hamı işin, gücün, uzaq yerlərdən gəlib. Bir də sizdən çox xahiş edirəm, gedəndə, gələndə çox ehtiyatlı, peşmançılıq olmasın, çox ehtiyatlı getmək lazımdır. Bu vaxtaşırı bəq orada qəbrəstanlıqda deyil, biz vaxtaşırı ilə belə yığışacağıq. Bizim burada tədbirlərimiz tez-tez olacaq. Yəni elə eləmək lazımdır ki, bu axırıncı olmasın. Yəni indi başlamışıq, yaxşı olsun. Və biz bəq orada dedim, Facebook'da hesab açacağıq, köməkli. Birinci qəbrəstanlığa su çəkəcəyik. İkinci, orada bütün qəbirləri təmir edirik. Kimlərdən asıl olaraq qum gətiririk, simit gətiririk, hamısının xərcini çəkəcəyik. İməcilik eləyib, o bilinməyən qəbri də götürəcəyik, bilinərdir. Avqust ayının 15-nə qədər də Şəhidlər Xiyabanı orada indi arxitektor gətirəcəyik, baxacaq. Çox belə ləyaqlı, çox belə gözəl bir Şəhidlər Xiyabanı tikəcəyik. Yanında da bax belə bir bisetka, kim geçsə istirahət etsin. Birinci əsas su məsələsi. Su məsələsinin yaxın bir 20 günə
bir aya onu həll edəcəm. Mən minnətdarlığımı bildirirəm və indi heç mən bilmirəm indi bura nə xərc çəkilib, nə vermək lazımdır, nə eləmək lazımdır. Onu elə bir ki, ancaq kişi qismilər, ağsaqqallar. Yəni özümüz Elçin müəllimlə əlaqə saxlayın. Bu 5 manat, 10 manat bir pul deyil, yəni heç kəs üçün heç nədir. Amma kimsə məziyyət çəkib, kənar kətdəndir, benzin töküb, mağar gətirib, burada video çəkib, nə bilim, işlər görüb, birinci onlara minnətdarlığımı bildirirəm. İkinci də hörmət eləmək lazımdır. Yəni, hərə öz şeyindən yaqın Elçin müəllimə müraciət eləyərsiniz. Sağ olun. Çox sağ ol Hidayət müəllim. Əlbəttə ki, bu tədbirin həyata keçməsində mühüm rolu oynayan şəxslərdən də birisisiniz Hidayət müəllim. Çox sağ ol. Yəni bir neçə gün ərzində biz burada səfər elədik, burada gəzdik, baxdıq, yeri müəyyənləşdirdik. Yəni işlər çox oldu. Yəni bununla bağlı Hidayət müəllim, Ramin, Eldəniz, yəni bizimlə gələn yoldaşlar Məti, sonra Şıxəli, yəni hamı buradadır, Vətən, Əmrəddin müəllim, yəni hər bir kəsə minnətdarlığımı bildirirəm. Yəni bu işi təşkil eləmək lazımdır siftəsi. Yəni növbəti tədbirlərimiz də bu başqa səpkidə olacaq, əlbəttə ki, bu bir görüşüdür. Bir məsələni qeyd edeyim, ondan sonra başlayaq. Biz həmişə toyda, bayramda deyirdik ki, gün o gün olsun, öz torpağımızda yığışmışıq. Həmin gündə alqışlar, tədbirimizi davam edir. Əzizlərimiz, mən 2021-ci il fevralın 19-unda bura gəldim. Hələ müharibə təzə qutarmışdı. Zakir müəllim, yanımda adamlar var idi, amma onlar qonaqları Dacər Tacıdan gəlmişdik. Yəni mən oradan düşdüm. Kövrək notlardı, əlbəttə ki, tək başına bu yolla, bu el yoluyla irəlilədim, gəldim. Təsəvvür eləmək mümkün deyil. İndi elə biləcimiz gözümüz biraz öyrəşibdir. Yəni o anları dilə gətirmək mümkün deyil. İstəyirdim ki, hamını haralayayım. İstəyirdim ki, böyürdə, başda olanları səsləyim. Amma səsimə səs verən kimidir ki? Heç kəs yoxdur. Amma bugün şükürlər olsun ki, biz hamımız buradayıq. Elə həmin anlarda ürəyimdən keçənləri qələmə aldım. Vətən candır, həm ürəkdir, gözəllikdə tayı təkdir, bütövləşir, mübarəkdir, ucaldı baş, yenə şükür. Yetişsin o Tanrıda da, getməsin haqqı şımbada, soğuşacaq bu qanqada, gözümdə yaş, yenə şükür. Dərdi verən verir ki çək, bu meydanda olmadım tək. Düşmən üstə hey işığı sək, gəldi qardaş, yenə şükür. Həsrətimiz çəkdi uzun, ərişlik şey sükut buzun, ehmallıca alın tozun, o qaradaş, yenə şükür. Qırılıbdı qol budağı, suyu axmır, yox budağı, aşacağıq biz bu dağı, Şinar çaşbaş, yenə şükür. Dərd ələmin çatıb sonu, dəyişirik libas donu, onu gedər qalar onu, bilir yurttaş, yenə şükür. Hidayətəm, ötüb yaşım, hər an qovğa çəkib başım. Ne yaxşı var torpaqdaşım, qurum bardaş, yenə şükür, min şükür, milyon şükür əziz ellərimiz. Bir
gözəl musiqi ilə məclisimizi başlayaq. Var olun. Mən də sizi təbrik edirəm kətdə bu gün görüş yeri için. Allah razı olsun aranızdan və bir böyük xahiş edirəm. Ay varsam olmam zaman dördümə dərman eyləsin. Varsa yay olmam zaman dördümə dərman eyləsin. Ya cismimə can versin ya da tərki can eyləsin. Ay bağlayıb zəncir ilə məni yaparsın və canım. Ay bağlayıb ay zəncir ilə məni yaparsın və bir anə kendim üstə xak ilə yeksan eyləsin. Ey təbib bir həb yarat qoy hamı sevsin vətəni. Ey təbib bir həb yarat qoy hamı sevsin vətəni. Vətəni sevməyənə haqq gözü divanə eyləsin. Qəmbərə səbr etməklə yandı cəhənnəm oduna. Qəmbərə səbr etməklə yandım cəhənnəm oduna. Ya desiniz köləsiniz, ya cəngə fərman eyləsin.